Bugün Shakespeare ve Biz adlı poetik tiyatral tertibatı takdim edeceğiz. Bugün biz dünya dramaturgiyasının dahi nümayəndəsi William Shakespeare və zəngin Azərbaycan ədəbiyyatı, musiqisi, dramaturgiyasının görkəmli simaları arasında mənəvi bağlılığa nəzər salacağıq. Bugün biz yalnız Shakespeare'i hatırlamırıq. Biz insan ruhunun əsrlər boyu değişmeyen ağrılarını, sevgisini, ehtirasını ve həqiqətini səhnəyə getirir. Sizi sözün, musiqinin, səhnənin harmoniyasına dəvət edirik. Qarşıda bizi şiirlər, mahnılar, səhnəciklər, monoloqlar və maraqlı viktorinalar gözləyir. Buyurun, baş istirahətlər sizdən. Göllerinde ördekleri üzerler, çöllerinde maralarım gezerler, güllerinden gelirler, taç keserler, cizgan gözlü kızları var ülkemin. Ah ülkem, ah Mülayim, daha güzelsen. Sarsılar gönçeler mayda küləkdən. Ömrü qısa olur həm də bu fəslin. Bəzən od yağdırır gözündən səma. Qızılı çöhrəsi bəzən. Bugün gözəl olan qorxudur sabah. Təbiət hökmüydü ya təsadüfən. Əbədi solmazdır sənin yayınsan. İtib gedən deyil gözəlliklərin. Ölməz misralarda əgər yaşasan, sənə yaxın gəlməz ölüm kölgəsi. Nə qədər həyat var, görəsi göz var. Mənim şeirlərim səni yaşadar. Yazır, yazır, yazır yine. Vaysın evi yansın, gözlerinde od qalansın. Əvvəl şirin dili vardı. Beni öper, şiir. Utanır indi o da. Dili gözlü, düştüm o da.
Of, nereye gittim ben? Yatmışam mı ben? Bir gör neler çıktı dilimden. İndi ne diyecek onun komşular? Ah, yazık Vagif'in ne günahı var. Yine gözlerinde hava karalır, yine dağ başını duman karalır. Elə bilməliyim çəkilir dara, qəlbim sığışmayır dar saraylara. Burada gözlərimə min qan görünür, bu divarlar mənə zindan görünür. Könlüm viran qalmış bir xanımandır, dinib danışmayır xeyli zamandır. Mənə nə göylərdən bir təsəlli var, ne yerlər zövqünü ruhla okşar. Vagif, ey serverim, ey tacidarım. Bitir gözlerimden vefasız yarım, ged atıl murdarın kan kucağına, zulüm yuvasına, od ocağına. Canan üz dönderdi dövran bir vefa, saraldı kalbinde her zövgü sefa. Bozuldu kalbimin sedefli sazı, kırıldı ölümümün sedefli sazı. Düşüp düşmeyeli bu saraylara, hele rast gelmedim vefalı yara. Çekin boğazımdan benim indara, çobanlar yaylağı yadıma düştü. O temiz yürekler, o saf duygular, bənəfşə qoxulu sərin küləklər, başıma döndüyüm güllər, çiçəklər, tərlanlar oyları yadıma düşdü. Ben ki çox getmişəm sonalı göldən, min ətir duymuşam hər təzə güldən. Vagif, ayrı düşdün obadan, eldən, ömrümün növrağı yadıma düşdü. Vagif, ey serverim, ey tacidarım. Ne var, ne deyirsən, vəfalı yarım? Uydum bu dünyada naz nimete. Özüm de bilmeden uydum şöhrete. Bilmedim ahırı zəhrimar imiş. Her kızıl xəzinə bir şəhid. Get vefasızsan bu dünya kimi, görünme gözüme bir rüya kimi. Bir ceylandı, ürküttüler yatağımdan. Bir kuş idim ayrı düştüm dudağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar. Viran qalmış mənim bu can otağımda. Budur yeryüzünün əşrəfi insan, yaradır gündə bir hicranlı dəstan. Neydi o yazığın günahı? İndi çöller midir onun pənahı? İnsan o müqəddəs bir kainattır. O saf qəlbi pozan yalnız həyatdır. Aman, onun bu sözleriyle bayılttı beni. Bazen yanılsa da bir güzel melek, ondan iğrense de her duyan ürek, yine müqəssirdir şüphesiz zaman. Özünü qayadan attı xurama. Partla yüreğim, yazık Huraman, bizim eşkimizi mahvetti zaman. Əlqədən Xaliq bizə elə böyük zəka verib ki, görürük keçmişi, gələcəyi də. Allaha bənzəyən idraki bizə töhfə verməyiblər, kədər məhv edək. Görəsən, idraki nədir məhv edən? Heyvan huşsuzluğu. Yoksa her işin sonunu derinden düşünen şüphe.
Fikirlər dörd cür olur əzəldən. 3 pay qorxaqlıq, 1 payı ağıl. Sənə yaylı qalın, Al dede kurbanın olum. qızım sənə başma qalın, Al dede kurbanın olum. qızım sənə corab alın, Al dede kurbanın olum. qızım səni ərə verim. Yok dede kurbanın olum. Yok dede kurbanın olum. Qızım, yox deyirsən, sənin üçün bir ər tapmışam ki, dövlət nə dövlət, pul saman kimidir. Hərçəndi biraz yaşı çoxdur, amma çox yaxşı adamdır. Beləsini çıraqla da axtarsan tapa bilməzsən. Qoca olandan sonra ağrım onun özünə də, dövlətinə də. Aydı sən sus, sən danışma, sən bu cür işləri anlamazsan. Çünki sən qanmazsan. Mən nə qədər qanmaz olsam da, öz gözəl, göyçək, ağıllı, savadlı qızımı qoca kişiyə ərə vermərəm. Hayif deyilmi? İndi onun dərdindən o qədər cavanlar ölür ki, hələsi bir gülsün. Nə vaxt səni qocaya ərə versəm, getmə. Qız mənimdir, özüm bilərəm. İstərəm cavana verərəm, istərəm qocaya. Razısanmı qızım? Ne deyirəm? Mənim borcum ata sözünə baxmaqdır. Özün bilərsən. Ağıllı qızım, gözəl qızım. Mən bilirdim sən mənim sözümdən çıxmayacaqsan. Mən bugün kişiyə söz vermişəm. Bugün bura gələcəkdir. Səninlə görüşmək istəyəcək. İzin verirəm. Get görüş, danış. Amma qorxma. Yəni, baxmış o qədər çirkindir ki, adam qorxa da bilər. Aydı sən sus, sən danışma. Danışıram nə deyirəm ki? Ay mürtədin balası mürtəd. Dilənçinin biri idin. Evimə gətirdin, qudurdun. Gülnaz ərə gedən günü sən də bu evdən rədd olub gedirsən. Mən yabana, yaxşı demərəm mən yamana. Qurban edərəm mən canana. Malımı, pulumu, canımı mən. Gəl xanım, gəl yanıma, gəl canım, gəl yanıma, gəl. Mən ölüm, gəl. Mən ölüm, gəl. Aruzum, gəl yanıma, qurban edərəm mən canana. Malımı, pulumu, canımı mən. Məştibat sən bizə xoş gəlib bizi şad elədin. Bir də görüm nə oldu ki, nə oldu bizi yad elədin. Akşı sən öl, mən səni hamıdan artıq yad elərəm. Sən qızım mənə beginə gör səni necə şad elərəm. Söylə görüm bir mənə cib doludurmu pul ilə. Gəl sənə mən qız verim, nə işim vardır qul ilə. Pul verirmi, Verginə tez verərsənmi? verərəm, Tez verirmi, verginə tez verərsənmi? verərəm, Bəs elə isə ver əlini. indi bəy, mən istəyirəm ki, qızı görüm, danışdırım, nə deyirsən? Çox əla. Gəl sən əyləş, mən bu saat gedib qızı çağıraram. Ay, mən bu kişidən qorxuram. Ay Allah, nə küfür kişidir. Deyəsən məndən qorxdular. Eybi yox. Arvad kişidən nə qədər qorxsa, o qədər yaxşıdır. İndi siz deyin görüm, xanım hansınızsınız, qulluqçu hansınız? Xanım budur, qulluqçu da mı? Çox gözəl, çox pakizə. Elə qulluqçunun özü də pis deyil, ha. İndi xanım, heç sən danışmırsan. Mən qulaq asıram. Qulaq asırsan, çox gözəl. Qulaq asmaq yaxşı şeydir. Burada bir yerdə oturmuşam ki, bir qəribə yerdəyəm ki,
Bir güzel o yanda, bir güzel de bu yanda. Şairler burada güzel değil. Hüsnü bağında gezesen, gülü sümbül deresen. Sen kimi bir güzeli bağın içinde göresen. Bakasan gül yanağına, olasan nesli kumar. Bakasan gül yanağına, olasan nesli kumar. Diyesen hiç böyle işler olamaz sen ölesen. Diyesen hiç böyle işler olamaz sen ölesen. Koca kaftan sene 15 yaşında kız ne gerek. Korkmayırsan ki ahırda gele başa kelek. Sene 100 yaşlı duvar var yaraşar ay değenek. Sene 100 yaşlı duvar var yaraşar ay değenek. Üzünü iple görersen yalamaz sen ölesen. Üzünü iple görersen yalamaz sen ölesen. Görürəm ki, mənə sən çox yetirirsən gözünü. Qorxmayırsanmı axırda itirərsən özünü. İstəyirsən mi sözün mən deyərəm mən düzünü. İstəyirsən mi sözün mən deyərəm mən düzünü. Sen kimi bir kocaya kız yaramaz sen ölesen. Sen kimi bir kocaya kız yaramaz sen ölesen. Bir kocaya kız yaraşar siz ölesiniz. Ben kimi bir kocaya kız yaraşar sen ölesiniz. Daha biz getdik sağ olun əmi. Ne? Hoş getdik. Əmi. Elə dəli şeytan deyir, bunun ikisini də birdən al. Süper. En yerini tuttun ha. Daşımın, istərəm canımı qurban eyliyim. Tutam zülfün ucun dönən başına, qəlbimi oduna büryan eyliyim. Mən qədrim bilirəm sərxoş cavanın, zərrə zərrə zülfün tərzən əfqanın. O gül əndamlının, sərv-i rəvanın, duran yerişini seyran eyləyəm. Mən onun dərdinə oldum müddəla, şəmi xiyalıma o verir ziya. Xublardan ki gəlsə mənə nə bəla, istəməm mən ona dərman eyləyim. Xublara vermişəm din imanımı, şöhrəti, şanımı, adı-sa, gözləri alsa canımı, namərdəm mən ona aman eyləyim. Varifə rəhm eylə, bağlı, ilahi, agah et dərdimdən o üzümahi. Qədəm basıb bizə gəlsən agahi, bir gecə mən onu mehman eyləyim. Acıma güzel, bir yere sal.
torpaqlar yenə qiymətini özündə saxlar. Qızılı örtsə də qara torpaqlar yenə qiymətini özündə saxlar. Biraz da gəlib bəri. Bəri gəlib. Roşnaqlar vermişdir, soyuq dövlətçi deyirlər. Vaqifdəndir. Yox. Biraz da yenə də Azərbaycanın Səməd Vurğundur. Vaqif dramından. Ben Vaqif o demək istəyirdim. Vaqif dramından. Səməd Vurğundur. Səməd Vurğun Vaqif. Səməd Vurğun. Mən söyləyim, mən Məcnuna aşiqəm. Uşaqlıqdan bir-birimizi biz sevməyə söz vermişik əhdiləm. İndi söylə, sən özün söylə, sındıra biləm əhdimi mən. Məhəbbətin odunu mən söndürə biləm, qəlbimi yandırır. Bir neçə vaxt sən səbirlə, qoy soyusun bu eşqimin odu. İbn Səlam, sən səbr elə, bəlkə də Məcnun rəhm elər. Leyli, mən səbr etməyə hazıram. Sənin cəfanı çəkməyə mən hazıram. Allah'ım bu nə sitem, bu nə zulüm, bu nə sitem, bu nə zulüm. Eşq oduna yandım, hicran sitemi kandım. Demə Məcnuna gəlir, bəlkə də Leyla dəlidir. Eşq olan yerdə bütün ağqıyı damlar dəlidir. Saldı Yusif kimi sevgilisin zincirə, qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq aləminin iftadəsi bir mən deyiləm. Həvəsi, silsileyi, eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah qoynuna, gah qamətinə. Əjdən aləm kimi o zülfü çəyirma dəlidir. Bir qara gözlü zülfün əlindən qəlbin alələr çəkər. Aşığın qəlbi kimi bülbül şeyda dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən. Hər görən zənn eləyər, vahidi güya dəlidir. Erkən və zorla ərə verilir. Lakin onların arzuları, istəkləri və səsi heç vaxt susturula bilməz. Cəlil Məmmədquluzadənin Ölülər əsərindən ilhamlanan bu səhnədə bir gənc qızın taleyi, adət və azadlıq arasındakı gərgin bir mübarizə canlanacaq. Koyma geldi, didarı yamandır, koyma geldi. Vay vay değilsem beşer değil bu. Bir şekile uyan, ter değil bu. Allah'ı sevirsen, er değil bu. Er doğdu, kabandı, koyma geldi. Didarı yamandı, koyma geldi. Bugünkü adakladız, kaldı. Oğlandı dediz, erin inandı. Er böyle olurmuş, intikamdı. Han dostu, koyma geldi. Kirdarı yamandı, koyma geldi. Korktum ayamam, yarıldı bağrım, güp güp döyündü. Darıldı bağrım, canım orada yandı. Koyma geldi, kirdarı yamandı. Koyma geldi, kan dostu amandı. Koyma geldi, gitarı yaman.
oyma geldi. Ey talihim. Niye beni belə erkən dar ağacını çıxar bizir? Niye mən də tez baxdım bir? Axı kim görməz ki mən hələ uşağam. Uşaq. Bu il isə məni bir gəlincik kimi sandığa qoyub satmaq istəyir. Ağa deyir, molla deyir, qonşu deyir, hamı deyir. Amma bir nəfər də soruşmur ki, Nazlı nə deyir? Kız, ne otursan belə? Oğlan evi gözlüyür. Ne tez döktün gözyaşını? Ana mənim sözüm yoxdur. Niyə mən öz taleyimin qarşısında dayanıb sədəqə istəyən kimiyəm? Bu evdə söylənən hər bir söz niyə mənim iradəmi sındırır? Kızın yeri yuvadır. Artık yuva kurma, eve gitmek zamanıdır. Əgər zaman tələsirsə, əgər məni yuvaya yox, ocağa atırlarsa, ana mən qorxuram, ana, mən qorxuram. Kızım, her kız korkar. Ancak sonra alışlar. O da əvvəlcə alışar, amma sonra hər şeyi yandırar. Kızım biz biliriz neydirik. Kızın yarısı onun yarıdır. Xeyirli işlerin, toyun xeyirlisi budur. Gəlini hazırlayın, bəyin gözü yoldadır. Bu məmləkətdə ölülər yatmır. Dirilər ayılmır. Nə yadın kədəri bizə toxunur, nə yaxının səsi eşidilir. Bu gecə bir evdə bir qızın taleyi qərara bağlanacaq. Bir nəfər sərxoş görünəcək. Amma hamıdan ayıq danışacaq. Ay cemaat. Ay cemaat, ayılın. Ayılın bu qəflət yuxusundan. Mən gəlmişəm. Bacımı zorla ərə vermək istəyən ağılsızlardan soruşum. Ölülər. Siz nə vaxt diriləcəksiniz? Sakit ol Kefli İskender. Bu gece körpe bir kızın toy gecesidir. Bir kızın ölüm çağıdır. Mənəm Kefli. Mən? Yox. Kefli olan siz. Siz cahillikdən, qorxudan, adətdən sərxoşsunuz. Qardaş, qoyma, nə varmaq istəyirlər, qardaş. Qalkma bacım. Mən buradayım. Oo. Monsieur Molla. Bonjour. Molla bizi saymır. Et salam da ver. Molla Əmin. Sen Kur'an-ı Kerim'i çok okumuşsun. Ama vicdan deyilən bir məfhumdan xəbərim belə yoxdur. İskender, sen karışma. Kız gedecek. El belə bilir, belə dolmalıdır. Adet belədir. Ana, məgər görmürsən bu kızın fəryadı bütün dünyanı titrədir. Adət? Ana, adət. Əgər bir insanın göz yaşını görmürsə adət deyil, tabutdur. Qardaş, qoyma, mən aparırlar, qardaş. Mən qorxuram, qardaş. Ey bu torpağın daşlaşmış ürəyi! Mən eşit. Bax burada.
İçimde bir alov var. Beni çok yıldırır. Ben bugün bu cemaat. Bakın bir anlık özünüze. Axı niye öz adetlerinize boyun eğip kızlarınızı kurban verirsiniz? Ben bugün burada bir kızın talihini değil, uyumuş bir milletin yuxusunu sirkelemek için dayanmışam. Ey körpe kızların talihini elinden alanlar! Siz hiç bilirsiniz ki onun geleceğini öldürürsünüz. Ay Gün cemaat. gelecek. Gün gelecek torpaq da sizden üz döndürəcək. Çünkü uşaq qəlbini öldürenlerin sesini ne göyler eşidər, ne de ki torpaq. Ay cemaat. Kefli bize üsyan edir. Diri diri evimizi yıkır. Mən ev yıxmıram molla. Mən yıxdığınız evlərin xarabalığında kəsirəm. Nazlı, sən ağlama bacı. Bilsin herkes, bu kız bu evden zorla çıkmayacak. Bu gece bu evden yalnız cehalet çıkacak. Korku çıkacak. Yalan çıkacak. Ama benim bacım kalacak. Mən körpə qızam. Qurban deyiləm. Mən insanam. Mən insan kimi yaşamaq istəyirəm. Eşidin mənim səsimi. Çünki bu səs bu torpaqlarda susturulmuş min qızın səsidir. Mən ölülər məclisinə gəlməmişəm. Mən dirilər içində diri qalmağa gəlmişəm. Kim mənim səsimi eşidirsə, qoy qaranlığı çəkilsin. Kim eşitmək istəmirsə, qoy o özü susqun ölü olsun. Bu gece bir adet öldü. Bir kız doğuldu. Bir kız nefes aldı. Ölülerin içinden biri ayrıldı. Belki sabah dünyada aylar. Ey Celil Mehmet Kuluzade, senin ölülerde gösterdiğin uyuyan millet bu gece diyesen balaca uyanır. Eski tanrılara darıldım. Hep nefsi sevgilerden yoruldum. Bir hakikat buldum. Ona vuruldum. Dünyada bir şuarım var. Güzellik. Okşa beni. Yeni dünya. Sevindir. Artık fikrim, ruhum, duygum senindir. Çık gönlümden eski dünya sonundur. Çünkü artık bir yarım var. Güzellik. Ayrıca burada aktörler, aktrisalar yoktur. Burada hamı 70 yaştan yukarıdır sizin kimi. Ona göre seferimizi de nəzərə alın. Okumadıklarınız olabilir ama nəzərə alın. Bitirməkdən qorxduğu üçün sevməkdən çəkinir. Düşünməkdən qorxur. Məsuliyyət gətirəcəyi üçün Danışmaqdan qorxur. tənqid olunmaqdan qorxduğu üçün Qocalmaqdan qorxur. gəncliyin qiymətini bilmədiyi üçün Unudulmaqdan qorxur. dünyaya yaxşı bir şey vermədiyi üçün Və ölməkdən qorxur. dürüst yaşamağı bacarmadığı üçün Dünəni ya da bugünü değil, anı yaşamalıyıq. çünki indi olacaqsa bir şey sabaha qalmaz. Sabaha qalacaqsa əgər bugün olmaz. Ne Ne güzel güzel söylemiş söylemiş William William Shakespeare. Shakespeare. Lanet!
Sərdar, and içirəm buna ürəkdən, xanımın təmizdir, safdır çiçəkdən. Atın bir tərəfə pis fikirləri, alçaldıb günahlandırar sizi. Əgər dezdemona təmiz deyilsə, bunda nur saçmayır eşqin günəşi. Get çalır. Qoy indi gəlsin yanıma. Nənə sözüm vardır, mənim sərvərim. Lütfen yanıma gel. Qəşəng dillərim. Düz bax gözümə quzum. Gözümün içinə baxmaqdır arzum. Sənin sözlərində hirs var, qəzəb var. Mənə heç cür aydın deyildi bunlar. Ne için? Sen kimsin? Mən sənin arvadın, əhdələn eşqinə vəfalı qadın. Gel and iç bu söze, bu sədaqətə. And iç ki namussuzsan, ləkəsizsən. Tanrı özü bilir hər şeyi geçecek. Bəyanət etmişəm. Mən kimə, haçam, nəsəcəm, kiminlə, necə, agah et. Desdemona, get. Get məndən kənar get. İşte, gör. Necə dili döndü, şər aktı aya, o ləkəsiz nurlu dezdemonaya. Sevgilim attı məni. Yadılara sattı məni. Söydüm. Vay söydüm. Ərsən qızıl gülü öz budağından, təzədən yerində bitməz heç zaman. O mütləq solacaq. Nə dəhşətlidir. Çiçək öz budağında təravətlidir. Desdemona. Sevdim. Ay sevdim. Dua etmişsən mi? Bəli, sərvərim. Günahın qalıbsa onun içində. Allah qarşısında, Tanrı önündə dua et. Nədir sənin fikrin? Nə deməkdir bu? Başla dua et. Durma bir anda. Ancaq qorxudursan mənə sizi. Düşün günahını nə varsa bir. Yeganə günahım səni sevməkdir. Öləcəksən. Bu ki təbiətə ziddir büsbütün. Axı ölüm hara, məhəbbət hara. İnsan sevgi üçün çəkilməz dara. Qəzəb dalğalar tutub köklənir. Dəhşətli fikirlər qorxub titrədir səni. Sus! Sus daha! Susuram. Danışma boş yerə nahaq. Ancaq bir izah elə. Nə olub axı? Dünyada mənim üçün Əziz yeganə, dəsmalı yadigar vermişdim sənə. Sənsə Kassio'ya vermişsən onu. yox, bu düz deyil. Çağıbdır. Soruş özündən. Sünkar mələykə, həya eyləsən. Utan əməlindən fikirləş barı. Qırmısan, pozmusan etdil barı. Sən artıq ölümün yatağındasan. Əcəlin amansız qucağındasan. İblis nədir? O böyük ad. Nə böyük ad cümlə xəyanətlərə bais. Bir utan.
Əclafa sən ağlayırsan? Ne oldu? Ölüp bir çare. İndi öləcəksən, bitib məsələ. Qəlbim fəryad edib çəksə də nalə. Mütləq ölməlisən. Ölməlisən. Aman Tanrım rəhm elə. Rəhm elə sən də. Təhqir etməmişəm səni qətiyyən. Heç vaxt sevməmişəm Kassiyonu mən. Qorumuşam sənin könül varını. Ona verməmişəm yadigarını. Vallahi özüm gördüm. Özüm gördüm, döndü iqbalım. Onun əlindəydi. Onun əlindəydi mənim dəsmalım. Gelin tamam bu. Çağıttır. Qoy gelsin Kassiyo. Dəsmal verməmişəm ona hiç zaman. Soruş. Bir eşit inan. Desin həqiqəti. O deyib artıq. Ne deyip sərlər? Deyib yatmış. Aman Tanrım. Necə mənimlə? Bəli. Yok. Yok. Necə ağzımda dölübdür. Onu tekrar edebilmez. Bacarmaz, elədir. Əbədi bağlanıb ağzı susur. Çəkib zəhmətini namuslu Yaqub. Ne olur? Ölüp bir çare. Felaket. İftira atıblar ona. O kurban gedibdir şərəf ıhtana. Bir utan. Ben siz de emin ol. Rehberlik eden var size. Hələ bir əclafa sən ağlayırsan. Verim. Milletin çatsın koyma. Kıyma. Ama ömrüme kıyma. Mənə qarşı durmaq? Beləsə, heyhat. Gezilip yaşayayım yarımca saat. Yox olmaz. Dəyişməz heç nə qərarı. Bircə dəfə dua eləyim. Yox olmaz. Bu gecdir. Nedir hayparay? Kimdir sasküy salan kışkıran bile? Getdi bu dünyadan bir yalancı tək. Cəhənnəm oduna uyansın gərək. Ölürəm. Ölürəm. Günahsız yere. Hanım, azizim, kimdir katiliniz? Heç kəs. Mən özüm. Qoy bilsin ərim, sultanım. Təmizdir vicdanım. Paktır ismətim. Eyvah. Elvida. Onu mən öldürdüm. Azmışdı yolunu. Azmışdı yolunu. Ağlı çaşmışdı. İblis temizdi. Bir vurdu o ülvi hıyar. Sen onun kadrini bilmedin heyhat. Oh. Oh. Bak belə, nalə çək, dağla sinəni, məhvetdin o pak, təmiz ilahəni. O qəşəng dəsmaldı. Çox xoşlamışdım. Toy günü xanıma bağışlamışdım. Atamın anama xatirəsiydi. Anamın da mənə hədiyyəsiydi. O kütbeyin mavr, o dəsmalı Emilia tapıp Yago'ya vermişti. Söyleme yalan. O bir ilaheydi, sen kör bir şeytan, onun kıymetini bileydin hardan. Niçin daşlar yağmur yeri göylerden? Niçin yıldırımlar çakmayır birden? Göylerin göze bit kemik yani.
çakıydı bu kutsiyete. O katil gelesin seni lənətə. Aman, daha yoktur o pak secdegah. Aman. Aman. Aman daha yoktur. O paç secdegah. Aman. İblis nedir? Cümle ihanetlere bais. Ya insan. Bütün hayaletlere bais. Ömrümde bilmezsiniz. Nedir gözyaşım? İblis. İndi içi bulak. Ahır yanaşır. Hamlet. Ah Seyyidim, Seyyidim. Vay Seyyidim. Yan kaldırım silahlanaraq. Ya qələbə çalın, ya azad. Ölmək, hər bir şey unutmaq. İnsan ürəyinin bir dərdinin, min bir əzabının, intizarının ağır zəncirini qırıb qurtarmaq. O güzel son məqsəd bu deyildir. Əbədi yuxuda yatmaq, ölmək və uyumaq. Sonra da orada yuxular mı görmək? Cavab budur. Bu dünya mülkünün duygularını ataraq ölümün yuxusunda. Ah, insan nələr görür, budur məmma. Bizim ömrümüzü fəlakətlərdə uzadan məmma bax budur. Budur. Yoxsa hakimlərin boş budarına, bütün əyanların cahilliyinə, hər yerdə, hər şeydə saxtakarlığa, ürəyin qıfılla bağlanmasına, nakam məhəbbətə, hər bir rəzilin gözünün yalancı parıltısına, bir xəncər zərbəsi bütün bunları vurub yox etməyə kifayət ikən kim dözərdi de, kim? Önümün bilinməz əsrarlarından, gedər gəlməz olan həmin diyardan, qorxu olmasaydı həyat yükünün ağırlığı altda sürüklənməyə kim dözərdi de, kim? Bütün bunları düşünən beynimiz qorxub çəkilir. Solur bir gül kimi qətiyyətimiz, ağıl düşünməkdən dayanıb qalır. Həyata keçməsi mümkün görünən ən böyük xəyallar, böyük arzular cəsarətsizlikdən əvvəl. Qəmlə, kədərlə, gözəllik gözələ qüssə gətirməz. Niçin odlanırsan düşüncələrlə? Dolub ürəyinə sıxıntı qəhər, qulağın odlanır möhnət içində. Gözəl musiqidə birləşən səslər, yoxsa boğur səni dəhşət içində. Sinlər dolmalaşıb milisləşərək, bir pərdə üstündə tutubdur qərar. Xoşbəxt, ata, ana, məsud, evlat bək, eyni bir nəğməni oxuyur onlar. Bu sözsüz nəğməni duyan ürəkdir, tənha keçən həyat ölüm deməkdir. Tədbirimiz yekunlaşdı. Yəni proqramımız yekunlaşdı, davam edə bilərik. Sizə əgər bu bir xoş istirahət verilirsə, nə xoş bizə. Yəni xoşumuza gələn, gəlməyən oldusa, yenə də üzr sayır. Biz varıq ki, hamının xoşuna gəlir. Eyvallah, eyvallah.
Nəsibə xanım, Teşekkür ederim. Qurbantaç xanım, Seni bir atalım. Rəndira xanım, Dildar xanım, Erman Hanım. Şəhla xanım, Erman Hanım. Şiradə xanım, Gültəkin xanım, Cəvahir xanım, Rejisörü, senaristi, yaratıcısı, müellimi, nasıl alırsa yaraşıyor ama ve eziyetimizi, zahmetimizi çeken Şeval ve bizim bütün kalbimlerin zahmetini çeken, bize gibi olan hizmet eden, bütün yol gösteren rejisörümüz var ve Sonsuz bizim hiçbir işimiz bitmez. Çok sağ olsun. Teşekkür ederim Kamila. Ve sizlere de ki bizi bugün şerlendirdiniz vaktiyle. və Aybəniz xanım, İradə xanım, Ve Erman Bey. Nakitlerlik yolunda. Bizim vakitimiz var. Vaktini boynuna alsın ki kocalığını boynuna alsın ki hiçbir gelip Sözünü boynuna götürün. Siz gelip çıkarın. Yok. Tamam. Teşekkür ederim. Sizin fikrinizi bilək. İşiniz barədə çox xoş olar ki, Çok sağ olun. ürəyimizdə İlk keçənlər önce teşekkür ederim. biz sizə Əslində təşəkkür edirik. bu səhnəciklər benim için sadece bir səhnəcik değil. Bunun her birinde bir o ses alakalı. Səs var. Onun her birinde bir mesaj var. Cəmiyyət üçün faydalı bir mesaj var. Misal üçün qızlarımızın təhsili ilə bağlı, qızlarımızın erkən nigahı ilə bağlı, ümumiyyətlə ailə dəyərləri ilə bağlı. Əslində mənim görmək istədiyim, Natavanın da görmək istədiyimiz təşkilatımızın üzvlərindən, bizim sizə verdiyimiz töhfənin nəticəsi olaraq görmək istədiyimiz elə bu mesajlardır. Çünki bu dərnəklər hamısının bir nəticəsi olub, bir yerə gəlməlidir. Mən çox təşəkkür edirəm hər birinizə. İnanın ki, sizdə olan o bacarıq, sizdə olan o sevgi, sizdə olan o cəsarət bir çox peşəkar aktyorda deyərdim ki, yoxdur. Mən çox zövq aldım. Cəvahir xanım, sizə təşəkkür edirəm. Bilirəm ki, bir işi ərsəyə gətirmək çətindir. Çünki orada zəhmətkeşlik, orada davamlılıq, sistemlilik lazımdır. Hava şəraitindən asılı olmayaraq, əhval-ruhiyyədən asılı olmayaraq, daimi qoyulmuş hədəflərə getmək lazımdır. Bu da çətindir. İnsan say çoxaldıqca bu çətinləşir. Çünki bir şəxs başlayır digər şəxslərin məsuliyyətini daşımağa. Çox uğurludur. Və mən inşallah ki, düşünürəm, sizi daha böyük səhnəyə çıxardacağıq. Ay, o bizim aklımızda. Formatda çox bəyəndim. Çox bəyəndim. Çox gözəl görünürdünüz. Hər biriniz öz rolunuzu çox gözəl seçmişdiniz. Hər biriniz rolunuzu çox möhtəşəm ifa edirdiniz. Əsas canınız sağ olsun. Bu çox vacibdir. Mən bir zarafatım vardı. Mənim mama deyir ki, evdəki barmağım qatlanmır. Deyirəm 69 ildə qatlanır, indi qatlanması heç nə olan deyil. Yəni ki, başa düşürəm. Hər anınsa sızıldayır, hər anınsa ağrıya bilər. Amma bunu boş verin. Həyat çox gözəldir. Həyatı yaşamağa dəyər. Siz o sızıltını, ağrını ona qalib gəlin. Çalışın ki, bu gününüzü gözəl yaşayın. Hər birinizə çox təşəkkür edirəm. İştirakçılara da, tamaşaçılara da, burada tamaşaçılar arasında gözəl bizim
aktyorluq bacarığı olan insanları görürəm. Hər birinizi Allah can sağlığı versin. Gene sen de Zaman boyu siz. çok sağ olun şərait yarattığınıza görə burada. Bilirəm sizə də çətin olur. Çox təşəkkür edirəm. Çox sağ olun. Yenə də mənim əslində yaşlı insanın cəmiyyətə verəcəyi töhfə böyükdür. Bunu danmaq, bunu unutmaq olmaz. Və biz də çalışırıq ki, sizlərin müdrikliyinizdən faydalanaraq cəmiyyəti daha canlı saxlamaqda dəstək olaq. Gənclərə bir töhfə verək, nəslər arası dialoqunu inkişaf elətdirək. Çox təşəkkür edirəm. Mən çox təsirləndim şəxsən. Çox sağ olun. Nə xoş bizə, nə gözəl. Təşəkkür edirik. Biz də sizə minnətdarıq. Çox sağ olun. Belə deyək də sizin haqqınızda. Milyon könüllərdə bir arzu gülür. Yaşamaq, yaratmaq, atmaq arzusu. Yerləri, göyləri basıb bağrına. Göylərin yerlərə qatmaq arzusu. Bu arzu sizin arzunuzdur ve biz de sizin arzunuzun sayesinde buradayız. Sağ olun, sağ olun. Bunun mütləq biz inşallah daha böyük formatda. İnşallah. Daha böyük. İnşallah. Teşekkür ederim. Bütün grupların adından. Eğer siz olmasaydınız, bu üçüncü baharı yaratmasaydınız, bizim hardan olacağız? Var olun, aziz olun. Her şey. Kebab yanar köz üstə tello